Birinci fəsil. Nə olub sənə? Heç nə. Yox, sənə nəsə olub? Heç nə olmayıb. Badalyan çağırıb? Yox, Sona, badalyan daha məni heç vaxt çağırmayacaq. Nə bilirsən? Biz köçürük. Nə? Sonanın gözləri heyrətdən böyüdü. Nə dedin? Biz köçürük, Sona, Almurad dedi. Bizi köçürürlər. Hara? Onu hələ bilmirəm. Kim köçürür? Nə bilim, deyirlər Stalinin əmridir. Deyirlər ki, qoy hamı gedib öz yurdunda yaşasın. Bəyən bura bizim yurdumuz deyil? Almurad dinmədi. Bəyən bizim başqa yerdə də yurdumuz var? Yox, Sona, Almurad dedi. Bizim yurdumuz elə buradır, amma bizi buradan köçürürlər. Sonanın gözlərinin yaşı elə bil ovucunun içində idi. Nə gün güzaran görmüşdü ki bu dünyada? Hər halda Almurada qismət olduğuna peşman deyildi. Amma Almurada rast gələndən onun yolunu gözləmişdi. Məktubu hələ müharibənin 2-ci ilində kəsilmiş Almuradın yolunu. Düzdür, Almurad sağ-salamat qayıdıb gəlmişdi. Amma üstündə elə bir ad gətirmişdi ki, bu ada görə dünənəcən onun adına NKVD deyilən dövlət idarəsinə, bu idarənin rəisi badalyanın yanına aparıb gətirirdilər. Ağlama, dedi Almurad. Niyə ağlayırsan? Görəcəkli günlərimiz varmış. Şükür. Hamını köçürürlər? Bütün kəndi, hamını. İnanmıram. Bu qəfil xəbərə o gün heç kim inanmadı. O isə kənd sovetində bütün Vedi cəmaatının adından yazılmış ərizəyə elə o gün qol çəkmişdi. Güya Ermənistan SSR Ali Sovetindən xahiş edirdilər ki, onları öz yurtlarına köçürsünlər. Bu ərizəyə əvvəlcə kommunistlər qol çəkmişdilər, sonra bir tərəflər. Onun adı lap axırda idi. Kiçik Vedinin cəmaatını da köçürürlər? Yox, Sona, Kiçik Vedinin cəmaatını köçürmürlər. Kiçik Vedi Sonanın ata yurdu idi. Arazın sahilində yerləşən bu balaca kənddə onun 3 bacısı və 3 qardaşından savayı bir xeyli qohumu da yaşayırdı. Bəs Kiçik Vedinin cəmaatını niyə köçürmürlər ki? Nə bilim. Doğrudan da Almurad bunun səbəbini bilmirdi. Haçan köçürürlər? Uzağı 2 həftəyə. 2 həftəyə? Onda indidən hazırlaşmaq lazımdır. Hə, indidən hazırlaşmaq lazımdır. 2 həftə nədir ki? Amma hələ uşaqlara heç nə demə. Niyə deməyim ki? Almurad özü də anlaya bilmirdi ki, niyə bu xəbəri uşaqlardan gizlətmək istəyir. Amma çox çəkmədi. Bu evdəki uşaqlara da hər şey məlum oldu. Bu evdəki uşaqların ən böyüyü əmsi oğlu Yunis idi. 10-cuda oxuyurdu. Qardaşı oğlu Oruc müharibə başlanan il dünyaya gəlmişdi. Özünü müharibədən sonra dünyaya gələn uşaqları isə körpə edilər və o körpələr də onun qoltuğuna aldığı uşaqlar kimi çörək dərdi çəkmirdilər. O zaman üçün bundan artıq xoşbəxtlik lazım deyildi. Görəcəkli günlərimiz varmış. Nə eləyə bilərik ki? Küprəyinlə yerdən od götür, dişinlə dırnağınla ev qur, sonra da ver İrandan, Turandan azıb gələn bir dığaya. Allah bunu necə götürər? Görmürmü o bir yaradan bunu? Buna da şükür, Sona, buna da şükür. Hər halda bizi sürgün eləmirlər. Nə fərqi? Evin eşiyini qoyub gedəndən sonra nə fərqi? Fərqi var, Sona, fərqi var. Biz qayda da bilərik. Qayda bilərik? Sonanın gözlərində bir anlığa parlayıb sönən işıq onu vadar etdi ki, daha bir yalan desin. Əlbəttə qayda bilərik. Və istədi əlini Sonanın saçına da çəksin. Amma qolu qalxmadı. Sən özün buna inanırsan? Nəyə? Bu yerə qayda biləcəyimizə. Bu nə sözdür? Əlbəttə inanıram. Amma o, özü buna o qədər də inanmırdı. Bəs bizi niyə köçürürlər axı? Adını nə qoyurlar bunun? Adını nə qoyacaqlar? Güya öz xahişimizlə bizi köçürürlər. Öz xahişimizlə? Sona gözlərinin yaşını sildi. İçini çəkdi. Kim xahiş eləyər ki, gəl məni evimdən, eşiyimdən köçür? Kim? Kimə lazımdır bu boyda yalan? Görünür, kiməsə lazımdır. Kim bilir, bəlkə də birinci dəfə idi arvadı ilə beləcə üz-üzə, göz-gözə oturub söhbət eləyirdi. Bir daxı kiminlə söhbət eləyəydi? Tay tuşları müharibədən qayıtmamışdılar. Qayıdanlar da ondan gen gəzirdilər. Elə o özü də hər adama ürək qızdıra bilmirdi.
19-cu ildə bizi bu kənddən daşnaqlar çıxartdılar. Çıxartdılar deyəndə gördük ki, başqa yol yoxdur, sursat tükənir, kəndi tərk elədik. Amma heç 2 il keçməmiş qayıtdıq, yenə də qayıdacağıq. İntihası 2 ilə yox. Axı indi bizi bu kənddən hökumət çıxarır. Hər şeyi qanuna salırlar. Amma dəxli yoxdur sona, dəxli yoxdur, yenə qayıdacağıq. 10 ilə, 15 ilə deyə bilmərəm. Bəlkə də 100 ildən, 200 ildən sonra qayıdacağıq. Yadına gəlir? Nə? 19-cu ildə kənddən çıxmağımız. Əlbəttə, hər şey yadımdadır. Hər şey. Uşaq deyildim ki. O vaxt Almurad 15 yaşına keçmişdi və 15 yaşlı uşağın xatirindən o hadisələr necə çıxa bilərdi? Düşmən gülləsinə tuş olan əmsi Abbasın yeganə oğlu Həsənalının qəbri hələ soymamışdı. Abbasqulu bəy xəbər göndərdi ki, daha başqa çarəmiz yoxdur. Günü sabah Vedidən çıxmalıyıq. Daşnaqlar dağlara İngilis topu çıxarıblar. 2 il mühasirədə qalan, 2 il səngərdə gecələyən Vedi cəmaatını İngilis topu qorxutmadı. Amma Abbasqulu bəy elə bir el ağsaqqalı idi ki, onun verdiyi qərar müzakirə olunmurdu. Onun sözü bütün Vedi basarlılara qanun idi. Əkinə, biçinə, çiynində tüfəng gedən cəmaat da silahdan bezmişdi. Amma Almurad elə o gün özünə naqan almış, bunu da əmsindən gizlətmişdi. Almışdı ki, əmsi oğlunun qanını özü alsın. Abbasqulu bəyin çaparını ötürəndən, ayın süd kimi aydınlığında gözdən itənəcən izləyəndən, mərmər daşı kimi qayaların arasından axan Vedi çayına, bu çayın vadisindəki doğma ocağa tamaşa eləyəndən sonra birdən-birə kövrəldi. O bu kimsəsizlikdə istədiyi qədər ağlaya bilərdi. Evdə ağlamağa qıymırdı. Gözünün yaşını içinə axıdırdı. 20 yaşında oğul itirmiş əmisinə, əmsi arvadına yazığı gəlirdi. Əmsinin səsini eşidib dik atıldı. Burada nə edirsən? Heç, elə belə dayanmışam. Daha bizim dayanmağa vaxtımız yoxdur oğul, əmisi dedi. Dur bir-bir hamının qapısını döy. Hamıya bir-bir denən ki, hamıya bir-bir nə demək lazım olduğunu bilirdi. Yayı yaylağa, qışı qışlağa köçən cəmaatın köçü onsuz da belində idi. Arabası olmayanlar yüklərini öküzlərin, kəllərin belinə çatmalı və bu yüklərin üstündə də oğul uşağın oturması üçün yer düzəltməli idilər. Hər halda səhərə qədər vaxt var idi. O gecə bəlkə bir də ona görə yadında qalıb ki, işıqlı idi. O qədər işıqlı idi ki, gecənin yarısı xoruzlar başlamışdılar banlamağa. Və Almurad ömründə ilk gecə idi ki, səhərəcən gözünü də yummadı. Ulduzların seyrəlməsini, ayın yavaş-yavaş üfüqə yuvarlanıb solmasını, bəlkə də ondan savayı görən olmadı. Amma Ağrı dağından əsən səba yelini çöl bayırda olan adamın hiss eləməməsi mümkün deyildi. Tərpənmək lazımdı, əmsi birdən ona dedi və ayaq üstə ölü kimi dayanmış arvadına sarı baxdı. Oğlunun vay xəbərini eşidəndən bəlkə də dilinin altından su da keçməyən Mina xanım ana sanki ayaq üstə gəzən bir ölü idi. Və bu köçün elə bil ona, yalnız ona heç bir dəxli yox idi. Və Mina xanım ananı da elə bil ərinin bu baxışı yerindən tərpətdi. Dəli kimi evin divarını qucaqladı, üzünü evin sop-soyuq divarına sürtdü. O çağacan sürtdü ki, üzünün qanı divarı qızartdı. Bu oda ocağı kimə tapşırıb gedirsən ay Abbas dedi. Axı bu ocaqdan Həsənalının qoxusu gəlir. Mən Həsənalının qoxusunu bir də hardan alacağam? Mina xanım ananın koftasının yaxasına sancaqla bərkitdiyi bir dişləm zəhəri ovcuna aldığını da və bu zaman əmisinin ağappaq ağardığını da Almurad gördü. O günlər Vedidə elə qız gəlin tapılmazdı ki, koftasının yaxasından bir dişləm zəhər asmasın. Kənd düşmən əlinə keçsə, qız gəlini xilas yolu bir dişləm zəhər ola bilərdi. Mina xanım ana qara məxmərlə çullanmış ağ madyana yaxınlaşandan, madyanın iri, ala gözlərinə tamaşa eləyəndən, hər yay onu belində yaylağa aparan, belində yaylaqdan gətirən madyanın tanış yiyini alandan sonra elə bil başa düşdü ki, hələ ölməyib, hələ bu dünyada yaşayır. Yalvarış, kömək uman bir səslə,
O torpağı soyumamış qəbri qoyub necə gedirsən ay Abbas? Ay Abbas, ay Abbas. Elə bir bu sözləri deyəndən, bu sözlərin bu ocağın daş divarına da yer elədiyini hiss eləyəndən sonra yüngülləşdi və ərinin köməyini gözləmədən yüngülcə Madyanın belinə qalxdı. Həsənalını torpağa tapşıran gündən sonra Almurad ilk dəfə idi ki, əmsi arvadının səsini eşidirdi. O dünyaya Minə xanım ananın qucağında göz açmışdı. Ağlı kəsəndən bəri onu özünə doğma ana bilmişdi. Köç kənddən çıxmaq istəyəndə məlum oldu ki, Abdullah oğlu Temir getmir. Temirin başına cəm olanların gözü Abbasqulu bəyin üzündə qalmışdı. Bəy niyə susurdu görəsən? Doğrudanmı Temirə deməyə söz tapmırdı? Temir isə gülürdü və onun gülüşü yaşa dönüb gözlərindən gəlirdi. Bu nə qəribə gülüş, bu nə qəribə göz yaşı idi. Mən buradan gedə bilmərəm, bəy, Temir dedi. Gedə bilmərəm, çatlayaram, ölərəm, amma gedə bilmərəm. Temirin 3 oğlunu 3 gün qabaq torpağa tapşırmışdılar. Öldür məni, qanımı halal eləyirəm, amma üz vurma. Vəlinin, əlinin, pirəlinin qanını almamış, mən buradan gedə bilmərəm. Abbasqulu bəy Temirin köç külfətini nişan verdi. Bəs bu qız gəlinin günahı nədir? Onları elə bu elə tapşırıram, bəy, dedi. Abbasqulu bəy də sanki bu sözü gözləyirdi. Yönünü qız gəlinə çevirdi. Tərpənmək lazımdır, dedi və yenə dönüb üzünü Temirə tutdu. Qərarın qətidir. Mən o torpağı soymamış qəbirləri qoyub, qəbirstanlığı nişan verdi. Heç yana getməyəcəm, bəy, dedi. Ölsəm də elə qəbirlərin üstündə öləcəm. Abbasqulu bəy Temiri qucaqladı. Mən neyləyim, dedi. Ay Temir, mən neyləyim? Qız gəlin də Abbasqulu bəyin bu sözündən sonra hönkürdü. Temirin arvadı, gözün kördümü ilahi, deyə birdən-birə ulamağa başladı. Almurad ilk dəfə idi ki, insanın uladığını görürdü. Əmisinin arxası ona tərəf idi. Amma bilirdi ki, əmisi dağlayır. Əmisinin çiyinləri titrəyirdi. Sonra Temir heç kimlə vidalaşmadan aralandı və yönünü qəbirstanlıqdan qayıdan cəmaata sarı çevirib ucadan ölülərinizdən arxayın olun, dedi. Arxayın olun. Və 3 açılanını çiynindən götürüb 3 dəfə başı bərabərində yuxarı qaldırdı. Arazın qırağında da Vedi cəmaatına son sözü Abbasqulu bəy at belində dedi. Cəmaat, biz düşmənin qabağından qaçmırıq. Biz müvəqqəti olaraq geri çəkilirik. Biz qayıdacağıq. Bu torpaqlarda bizim babalarımız uyuyur. 50 ildən, 100 ildən sonra da olsa gəlib o qanı alacağıq. İndi biz 1000 illərdən bəri kök saldığımız torpaqlardan ayrılırıq. Bu çox ağırdır, bilirəm. Amma inanın ki, bu ayrılıq bir ildən çox çəkməyəcək. Buzun ən qalın yerini çoxdan bələdləmişdilər və üstünə 2 tayanın otunu yaymışdılar. Arazın sahilində də Vedidən bir yol var idi. Qalan yerlər keçilməz qamışlıqlardı. Düzdür, bu qamışlıqlardakı qaban cığırlarının bəziləri gedib Araza çıxırdı. Amma indi bu cığırlara düşməyə nə ehtiyacı vardı? Sərhədi o tayda onsuz da qorumurdular. Bu tayda isə Çar ordusunun izi də qalmamışdı. Bir də 2 il yağıya basılmayan bir elin qabağında nə dayana bilərdi ki, çaya xəlvət keçsin? Günəş özünü göstərməmiş, Vedi cəmaatı Arazın o tayına. 3000-dən çox qoyun, 60-a qədər it, 300 baş inək, camış, 100-dən çox at ulaq, 12 dəvə, 20-yə qədər öküz, kəl arabası keçirdilər. Əli silah tutan kişilər 70 nəfər idi. Hələ ki Vedi görünürdü və cəmaatın bir gözü arxada idi. O da tez-tez geriyə boylanırdı və hər dəfə də gözləri Temiri axtarırdı. Vedidə tək tanha qalan Temiri. Kim bilir, bu köçdə tez-tez arxaya dönüb Temiri axtaran nə qədər adam vardı. Bu səfərin əvvəli bu cəmaatın çoxsu kimi Almurada da maraqlı görünürdü. Uçsuz bucaqsız çöllərin havası vurduqca yas içində olan cəmaatın çoxsu elə bir eynə açılırdı. Amma heç kim, o köçün ağsaqqalı Abbasqulu bəy də bilmirdi ki, bu səfər haradır və qarşıda onları nə gözləyir. Hər halda Abbasqulu bəy çox şey bilirdi.
Vedibasarın ən savadlı, ən tədbirli adamı idi. 32 il qabaq elliklə arazı keçib qürbətə üz tutanda Vedililərin Abbasqulu bəy kimi ağsaqqalı vardı. Ağsaqqal bu eli yumruq kimi birləşdirmişdi. İndi isə cibində partbilet gəzdirənlər müharibədən Almurad kimi qaydanlara salam da vermək istəmirdilər. Bəs sənin partbiletini haçan özünə qaytaracaqlar? Nə bilim, yəqin daha qaytarmazlar. Bilmək olmaz. Hələ onun özünə də elə gəlirdi ki, günlərin birində çağırıb ona köhnə partiya stajı ilə partbilet verəcəklər. Amma anlaya bilmirdi ki, o bileti niyə belə həsrətlə gözləyir? Cibində partbilet gəzdirənlərin hansından pis dolanırdı ki? Demək, məsələ dolanmaqda deyilmiş. Qəfildən eşidilən qoyun mələrtisi Sonanı yerindən dikəltdi. Yəqin qara qoyun doğdu dedi. Gedim görüm. Almurad da Sonanın ardınca bayıra çıxdı. Hə, qara qoyun doğmuşdu. Özü də əkiz doğmuşdu. Quzuları evə aparaq, yoxsa başqa vaxt olsaydı Sona bu sualı ərinə verməzdi. Özün bil, Almurad dedi. Onsuz da sabah ya birisi gün hamısı satılmalıdır. Başqa yol yoxdur. Kim alacaq? Doğrudan da. Onların mal-qarasını kim alacaqdı? İndi bu mal-qaranı dərd eləməyə dəyməzdi. Dərd onsuz da çox idi. Bəs bizi hara köçürürlər? Sona bir də soruşdu. Bu sualla onu bugün dindirənlər çox olmuşdu. Bu sualla bugün o özü də çoxlarına üz tutmuşdu. Alçaq, balıq beli pəyədə 6 qoyundan, yanı balalı bir inəkdən başqa bir də arıq, arğaz at vardı. Almurad da bu ata yanaşdı. Əlini bu atın yalmanına çəkdi. Səni satmayacam onsuz da alapaça dedi. Səni satmayacam, arxayın ol. O gecə o həyətdəki armud ağaclarını da, budaqları da evinin daşına, divarına söykənən şalaq əriyi də adam kimi dindirdi. Payızın son ayında bu ərik ağacını tamam soyundurmamışdı. Adda budda yarpaqlar ay işığında qaralırdı. Müharibədən sonra tumunu öz əli ilə bastırdığı bu ərik ilk barını o yay vermişdi. İrili xırdalı 100-dən çox kəndi, obanı birləşdirən Vedibasarın hələ köçürülməyən kəndlərində 5 qoyununu və inəyini 5 çuval taxla dəyişəndən sonra bildirdilər ki, kim istəsə mal heyvanı da apara bilər. Dedilər ki, hər 3 ailənin ixtiyarına bir yük vaqonu veriləcək. O günlər Sonanın işi çox idi. Qab-qacağı qablaşdırmalı, ev eşiyi yığışdırmalı idi. Üstəlik Almurad da 3 illik öyəclərini kəsib qoymuşdu ortalığa ki, o qovurub doldursun küplərə. Kimsə demişdi ki, mənzil başına bir aydan sonra çatacağıq. Onsuz da o günlər hərə bir söz deyirdi. 1919-cu ildə bu cəmaət ev eşiyindən olanda bilmirdi ki, bu səfərin sonu haradır, harada bənd olacaqlar. Hər yan bomboz idi və nəhayətsiz bozluğun sonu görünmürdü. Boz buludlarla yüklənmiş göy üzü də bu yol kimi darıxdırıcı idi. Elə bu darıxdırıcı yolda 2 arabanın təkəri birdən sındı. Dəmirçi Abdullahın zindanını, çəkicini atın belindən salması, bu təkərləri arabaların oxlarına keçirməsi köçü o qədər yubatdı ki, qarşı təpənin ətəyindən Gültəpə kəndinə gün əyləndə çatdılar. İran dövlətinin ərazisində yerləşən bu Azərbaycan kəndində də heç kim görünmürdü. Deyəsən bunlar da kəndi tərk eləyib, Abbasqulu bəy dedi. Hardasa lap yaxınlıqda birdən-birə ulayan itin səsini bəlkə də hamı eşitdi. Amma səsə səmt Vedibasarın ən sayılan pəhləvanı Məşədi Paşa getdi. Və qaydan kimi də Abbasqulu bəyə nə dedisə, ağsaqqal köçü əylədi. İt elə bir qəsdən ulayırmış ki, bu köçü yoldan etsin. Təpədə 30-40 evdir, bir məsciddir, bir də hamam. Elə Vediyə oxşuyurdu. Məscidi də, hamamı da, çiy kərpicdən tikilmiş bacalı, buxarılı evləri də, möhrələri də, alçaq, balıq belli pəyələri də, pəyələrin üstünə vurulmuş ot tayaları da, qarğıdan, yulğundan hörülmüş güzləri də, təndirləri də, ocaqları da. Köçü yoldan eləmiş qulaqlı, quyruqlu it cavan bir ölünün ayaqları ucunda şöngüyü buluyurdu. Sanki beləcə uluya-uluya ölünü ayıltmaq istəyirdi.
Külfəsi basılmış bir kəndirin başında bir tabaq xəmirin qıcqırdığını da gördülər. Xəmirin üzündə qalmış barmaq izlərini də. Xəmir qıcqırdıqca barmaq izləri də böyümüşdü. Adama elə gəlirdi ki, bu xəmiri nəhəng bir əl yoğurub. Kim bilir dünənin ya bugünün səhərin idi. Yulmuş paltarlar şəridlərdən asılı qalmışdı. Abbasqulu bəy ölünün əlini ovcuna aldı. Təzə keçinib dedi. Hələ heç soymayıb. Adamlar bu cavan ölüyə, ara vermədən uluyan itə və bir-birinin üzünə baxırdılar. Sızıldaya-sızıldaya ölüyə yaxınlaşmaq istəyən qız gəlinə də bəy bircə kərə üzünü elə bozartdı ki, onlar dinməz söyləməz kənara çəkildilər. Ölünün açıq gözlərində göy üzünün bir parçası donub qalmışdı. Mina xanım ana meyidin üstünü qara yaylıqla örtdü. Görünür, bu da bu kəndin temiri imiş, ağsaqqal dedi. Allah rəhmət eləsin. Bu viran qalmış yurtda ocaq yandırdılar ki, ölünü yumaq üçün su içsinlər. Sonra Abbasqulu bəy üzünü atlılara tutdu. Ətrafı axtarın dedi. Meyit varsa gətirin, bir yerdə bastıraq. Mir Əliağa Quranı açmışdı və başlamışdı oxumağa. Mürdəşir Ələkbər ölünü yumaq üçün hazırlıq görürdü. Su isinən kimi o yəqin ki, Mir Əliağanın duası ilə öz müqəddəs işinə başlayacaqdı. Atlılar atlarını çapdıqları səmtdən meyit gətirmədilər. Amma dəhşətli bir xəbər gətirdilər. Arvadları, uşaqları heç məscidin həndəvərinə də buraxmadılar. Məscidə yaxınlaşanda Almuradı qəribə bir qoxu vurdu. Nə isə əriyib məscidin astanasında görünmişdi. Qapıya, pəncərəyə çarpaz vurulmuş dəmir payaların arasından o içəri bir dəfə baxa bildi. Yalnız bir dəfə. Və başının tükləri qalxdı. Qoyun hamı gəlib baxsın bəy, qoy hamı bilsin ki, bunların qanı içilməlidir, Məşədi Paşa dedi. Çağırın Abuzərin oğlunu bura, çağırın, qoy görsün ki, uşaqların başına nə oyun açıblar. Bir il qabaq Türk ordusu Vedibasara girəndə, Abuzərin oğlu bir erməni uşağını öz evində gizlətmişdi ki, Türk əskərlərin əlinə keçməsin. Bəsdir Məşədi, Abbasqulu bəy dedi. Yaxşısı budur, de görüm neyniyək. Allaha ağır getməsin bəy, mən bilən məscidi bastırmaq lazımdır. Məşədi Paşa dedi və hamıya qəribə gələn bu söz Mir Əliağanın da ağlına batdı. Məşədi düz buyurur, Mir Əliağa dedi, düz buyurur. 1919-cu ildəki o köçə belə başlamışdılar. Arazın o tayına keçən gün belə bir hadisə ilə qarşılaşmışdılar. İndi isə heç kimə heç nə aydın deyildi. Hərə bir söz danışırdı, hərə bir söz deyirdi. O günlərdə də kimsə xəbər yaydı ki, bəs ay cəmaat, köçürüləcəyimiz yerdə daş yoxdur, daş götürün özünüzlə. O zaman bu sözə, bu sətirlərin müəllifi də inanmışdı. İnanmışdı ki, onları elə bir yerə köçürə bilərlər ki, orada həqiqətən daş deyilən şey olmasın. Müharibə illərində dünyanın az qala yarısını gəzib dolaşan Almurad isə daşsız torpaq görməmişdi və dünyanın harasındasa belə bir torpağın ola biləcəyinə də inanmırdı. Amma ona baxmayaraq, o da özünə daş götürmək üçün Vedi çayının qırağına yollandı. Bütün uşaqlığı, cavanlığı bu daşlı, çınqıllı çayın kənarında keçmişdi. Xatırlamalı, yada salmalı şeylər də çox idi. Amma yanını təzəcə bir daşın üstünə qoymuşdu ki, çininə ağır bir əl toxundu. Xoş gördük. Başını qaldırdı ki, Məşədi Paşadır. Son illərəcən Vedibasarda pəhlivanlıq eləyən Məşədi Paşa qalxdı. Məşədi Paşanın qabağında qalxmamaq olardımı? Abbasqulu bəyin ölümündən sonra Vedibasarlılar ağsaqqal kimi ona tapırdı. Üstəlik də Məşədi atası ilə, əmisi ilə uzun illər dostluq eləmişdi. Xoş gördük Paşa əmi. Nə var, nə yox bala, necəsən? Məşədinin qocaldığını, düşdüyünü daha çox səsindən sezdi. Necə olacam? Balıq tutmağa gəlmisən? Bu nə sözdür Paşa əmi? Bəs niyə görünmürsən? İndi ağlına gəldi ki, neçə aydır Məşədiyə baş çəkmir. Sözü başqa səmtə yönətmək istədi. Balıq qalıb ki, bu çayda bəyəm? Onu sən bilərsən. Yox, o da bunu bilmirdi. O bu çayın qızılına, balığına tamaq salmazdı.
Bu çaya qızıl balıqdan ötürü ayda, ildə bir kərə onun əmisi sınıqçı Abbas tor attırardı. Balığı diri-diri yarıb, qoyurdu əyri bitmiş sınığın üstünə. 3-4 saatin içində sümük boşalıb olurdu mum kimi. Sümüyü təzədən düzürdü, yaxı salırdı. 3 həftənin içində görürdün ki, ayağını çəkib apara bilməyən adam at qovur. Qolu qalxmayan adam ağaca dırmaşır. Əmisindən Almurada miras qalan bu sənət idi ki, onu hələlik açıq-aşkar işlətməyə qorxurdu. Mən onu bilmirəm paşa əmi, amma bilirəm ki, bizdən sonra bu kəndə köçənlər nə bu çayın qədrini biləcəklər, nə də çay balığının. Bura bax qardaş oğlu, bəlkə də sən elə bilirsən, biz bu yerlərdən həmişəlik gedirik. Belə şeyi ağlına da gətirmə, biz qayıdacağıq. Mən başqa yerdə ölümə can vermərəm. Qardaş oğlu, hamını da belə qandırın. Almurad özü də belə bir fikirdə idi, hamı da belə deyirdi. Ürəyinə isə ümidsizlik toxumu düşmüşdü. Mən də bu fikirdəyəm paşa əmi dedi. Amma paşa onun sözünün ardını gətirməyə imkan vermədi. Onda arxamca gəl dedi. Qurumuş çayın yatağı boyunca üzü yuxarı yollanıb adına Nur dağı deyilən qayalığa çatanacan o bilmədi ki, Məşədi Paşa onu hara aparır. Buralara yaxşı bələdsən? Məşədi Paşa birdən-birə soruşdu. Yaxşı bələdəm. Bəlkə də bu qayalıqda onun ayağı dəyməyən daş yox idi. Bura ova gələrdi. Ən çətin ağır günlərdə yolunu bu qayalıqlara salardı. Bir elə ovçuluğu da yox idi. Amma əlində silah bu qayalıqlara çıxanda hər şeyi unudurdu. Hər şeyi. Müharibədən qayıdandan sonra isə heç olmasa arada bir hər şeyi unutmaq ona lazım idi. Hər gün. Demək olar ki, hər gün adına NKVD deyilən idarənin rəisi Badalyan çağırıb soruşurdu ki, niyə əsir düşüb? Niyə əsir düşəndə özünü öldürməyib? Üz və sürət anasına, atasına, əbd əcdadına söyürdü. Canından bezmişdi. Amma bir çətən külfətin gələcək taleyi onu Badalyanın qabağında dinlənməyə qoymurdu. Qalırdı qovrula-qovrula, içindən kəsilə-kəsilə. Nə yaxşı ki, bu qayalıqlar vardı. Nə yaxşı ki, bu qayalıqların dağ keçiləri onu ovçuluğa alışdırmışdı. Nə olsun vura bilmirdi. Nə olsun ovu qarovula gətirəndə əli titrəyirdi. Ovun ardınca qaçmağı, ovu gözdən itinəncən izləməyi də bacarırdı. Bu daşı yadında saxlaya bilərsən? Məşədi Paşanın adına daş dediyi qaya ondan hündür idi. Saxlayaram. Sonra Məşədi dizlərini yerə verərək bir əlini daşın altına saldı və oradan büküb-bükmələnmiş bir keçə çıxartdı. Keçənin arasındakı 3 açılana və bir torba patrona Almurad baxırdı. Bilmirdi nə eləsin, nə desin. Başa da düşə bilmirdi ki, Məşədinin bu silahı, sursatı ona göstərməkdə məqsədi nədir. Müharibədən qabaq onun da belə bir 3 açılanı var idi və o silahı hökumət onun əlindən almışdı. Xoşun gəlir, Məşədi gülümsündü. Almuradın da dodağı qaçdı. 3 açılanı əlinə aldı. Sən demə silah tamam yağ içindəymiş. Yağın qoxusunu da yağ əlini batırandan sonra hiss etdi. Birdən ona elə gəldi ki, bu 3 açılan ağırdır. Amma bu elə onun uzun illər çiynində gəzdirdiyi 3 açılan idi. Yaxşı tüfəngdir. Tanış gəlmir ki? Yox, bu sənin öz 3 açılanındır. Doğrudan o təəccüblə Məşədinin üzünə, sonra da 3 açılanın qundağına baxdı və 32 il qabaq vurduğu nişanı tanıdı. O zaman Badalyan bu 3 açılanları sizdən yığırdı, bizə satırdı. Biz də fikirləşirdik ki, lazım olar, alırdıq. Amma iş elə gətirdi ki, lazım olmadı. Amma bu bir yandan yaxşıdır. Kaş heç sənə də lazım olmasın. Amma dünyanın harasında olsan, bil ki, bu daşın altında belə bir ehtiyatın var. Silahı olan adam ürəkli olur. İndi isə büc, qoy yerinə. O elə bil Məşədinin nə dediyini eşitməmişdi. Soyuq-soyuq bu qoca pəhlivanın üzünə baxırdı. Büc qoy yerinə, gedək. O dinməz söyləmək silahı, sursatı büküb daşın altına qoydu. Özgə nə eləyə bilərdi ki? Onun əlində ya evində belə bir silah tutsaydılar, işi bitmişdi. Badalyan özü demişkən, onun kölgəsindən də şübhələnirdi. Paşa əmi, 3 açılana nə qədər vermişdin? Məşədi sol əlini boynuna atdı. Tük basmış peysərini ovuşdurdu.
Bunun nə dəxli var? Mən bu gün sabahlığam. Əsas məsələ odur ki, sən bu daşı yadından çıxarmayasan. Əsas məsələ odur ki, bu daşa haçansa ürək qızdırdığın bir adama nişan verəsən. Elə bu sözlərdən sonra da Almuradı tər bastı. O sualı dilinə gətirdiyinə görə peşman oldu. Özünü Məşədinin yerində təsəvvür elədi. O belə bir hərəkət eləyərdimi görəsən? Minnətdarlıq eləməyə də dilindən var gəlmədi. Bəlkə bir də bu yerlərə ayağımız dəyməyəcək, Paşa əmi. Nə dedin? Məşədinin qəfil sualı onu dübarə bu sözü dilinə gətirməyə qoymadı. Amma ona elə gəldi ki, Məşədi onun nə dediyini eşidib. Geriyə dar bir cığırla qayıdırdılar. Məşədi qabağa düşmüşdü və arxadan bu qoca pəhlivanın iri çiyinlərinin arabir titrədiyini görürdü. Elə özü də boz, bulanıq bu payız günündə ağlamaq istəyirdi. Deyirlər biz 3 gündən sonra köçürürlər. 3 ya 2? Mən 3 eşitmişəm, Məşədi dedi. 3. Amma elə et ki, bir vaqona düşək. Almurad razılığını başının yüngülcə hərəkəti ilə bildirdi. Özü də lavaş bişitdir. Bişitdirmişəm. Çox bişitdir. Ola bilsin bir ay yol getdik. Son günlər hamı belə söylüyürdü. Hamı deyirdi ki, bir ay yol gedəcəyik. Bir aylıq yolun harada bitəcəyini o təsəvvür eləyə bilmirdi. Kəndin girəcəyində, yəni kəndin çiy kərpicdən tikilmiş evləri başlanan yerdə qarşıda ona sarı gələn iti gördü. Amma ağlına da gətirmədi ki, bu onun köpəyi ola bilər. İt yeri imsəliyə ona sarı yorturdu. Amma onu lap yaxınlaşanda tanıdı. Öz köpəyi idi. Gümüş, Gümüş qışqırdı. İtin adı Gümüş idi. Gümüş bir anlığa ayaq saxlasa da, bu doğma, tanış adama itaətlə baxsa da, yenə başını aşağı salıb, yeri imsəliyə, qurumuş çayın daşlı, çınqıllı yatağı boyunca üzü yuxarı Nur dağına səmt götürüldü. Sanki bu köpək də doğma yerlərlə vidalaşmağa gedirdi. Amma o bu fikrə gəldi ki, itin nəsə bir illəti var. Qaçır ki, dərdinə əlac eləsin. Ot çapıb çeynəsin. O keçən il bu zamanda Gümüşün Nur dağında saralmış o tərəfin arasında onun adını da bilmədiyi bir otu ağzına salıb çeynədiyini özü görmüşdü. Haçansı o yerdə ot yeyən ev pişiyinə də rast gəlmişdi. Əmisi arvadının qəfil gəlişinə bir də ona görə sevindi ki, daha atlanıb onlara getməli olmayacaqdı. Amma bu sevincin ömrü də payız axşamı kimi qısa oldu. Bəxti əzəldən qara yazılmış bu əmisi arvadının qara çarşabı kimi bir qaranlıq həyətə çəkəndə bu qadın da onun qabağında diz çöktü. Evim yıxılıb dedi, kömək elə. Belə bir payız axşamında, təkləndiyi, tək tənha qaldığı bu payız axşamında elə onun özünün də köməyə ehtiyacı vardı. Az qalırdı ürəyi patlasın. Ev eşikdə özünə yer tapmırdı. Ən qəribəsi o idi ki, hər şey onu əsəbləşdirirdi. Hər şey onu haldan çıxarırdı. Ən çox da uşaqlar öz kefində idilər. Evin içində üst-üstə qalanmış pal-paltar boğçalarının arasında gizlanpaç oynayırdılar. Nə olub axı, ayəm dostu? Gülsüm arvadın bu sualın təkrarından sonra da dillənmədiyini görən Sona yenidən qalxıb bayıra çıxdı. Balaş qız qaçırdı. Gülsüm arvad pıçıltı ilə dilləndi. Qız qaçırdı. Bu əslində elə ağır xəbər idi. Belə gündə, belə maqamda əmsi oğlu Balaşın belə bir iş tutması ona ağır gəldi. Amma özünü o yerə qoymadı. Gözün aydın ayəm dostu dedi. Mən də deyirəm görəsən nə olub. Oğlan qız qaçırdar da. Bilirsən heç kimin qızını qaçırıb? Kimin? Gülsüm arvad əllərini dizinə çırpdı. Elə çırpdı ki, bayırda, qapının ağzında durmuş Sona da bu səs eşitdi. Vartanın qızını qaçırdı. Nə Vartan? Vartan kimdir? Dərzi Vartan. O Vartanı da tanıyırdı. Vartanın arvadı Nazdarı da. Qız evdədir. Zorla qaçırdıb, nə bilim. Ağlayıb eləmir ki, ağlayır. O əmsi oğlu Balaşı bir il idi ki, dindirmirdi. Bir il qabaq əmsi oğlu ona bir neçə dəfə yalan demişdi. İndi neyə bilərik ki? Elə ki, Vartan gəlib qızı aparsın. Qız hələ təmizdir. Gəlib aparar, niyə aparmır ki? Qızını çöldən tapmayıb ki. Bir də məgər bilmir ki, biz 2 gündən sonra köçürük. Bəs Balaş razı olar? Balaşın ağzına niyə baxırıq ki? Bir də o nə küçükdür sənin qabağında, dinə? Yox, o Balaşın nə küçük olduğunu bilirdi.
Onu da bilirdi ki, dünənəcən ona qağa deyən bu balaş daha onu saymır. Amma o balaşı çox istəyirdi. Səbəbini heç özü də bilmirdi. Yadına balaşın uşaqlığı düşdü. Atasız keçən uşaqlığı, ayaqqabısı olmadığı üçün o balaşı belinə alıb məktəbə aparırdı. Belinə alıb dərsdən gətirirdi. İstəyirdi nəslində bir oxuyan da olsun. Bu da nəslin oxuyanı. Tez elə bir tədbir tök. Əmsi arvadının gətirdiyi bu xəbər fikrində, düşüncəsində nə vardısa hamısını alt-üst etmişdi. Onsuz da fikri özündə deyildi. O nə tədbir tökə bilərdi ki? Elə halda qərarı aldı ki, balaşla görüşsün. Görüşdü də və onun gecə yarısını keçənəcən dediyi bir kitablıq sözün cavabını balaş bir kəlmə ilə qaytardı. Mən onsuz yaşaya bilmərəm. Yerevan şəhərində 2 illik texnikum bitirən balaş 2 ildir ki, Vedibasarda müəllimlik eləyirdi. Axı o qızın yaşı da azdır. Bilmirsən buna görə adamı neyniyərlər? Məni heç nə qorxutmur. Balaşın bu sözündən sonra gedib əmsi arvadına pıçıldadı ki, toya hazırlaşsın. Toya yox, dərdini alım, mən indi gərək vaya hazırlaşam. Köçürülmə xəbəri ilə kəndə onsuz da vay müsibəsi gəlmişdi. Heç kimin üzü gülmürdü, eyni açılmırdı. Nə yaxşı ki, işlərin çoxluğuna görə başları qarışıq idi. Hər halda gecə yarısı keçənədək ona elə gəldi ki, dərzi vartan gələcək 13 yaşlı qızını qaytarıb aparmağa. Amma gecə yarısı keçəndən sonra da vartan gəlmədi. Qəfildən gümüş gəlib çıxdı və yalnız o zaman sahibinə yaxınlaşdı ki, Almurad itə sarı bir-iki addım atandan sonra onun adını dilinə gətirdi. Gümüş həmişə olduğu kimi başını onun girs çəkmələrinin üstünə qoymadı, mayallanmadı və o bildi ki, it hardasa qarnını doydurub, toxdur. İt də tox olanda sahibini saymazmış Xudaya. Əlini gümüşün qarnına çəkəndən sonra itin tox olduğuna bir daha əmin oldu və əlini itin belinə çəkərək "Mən səni də burada qoymayacağam gümüş" dedi. "Mən səni də aparacağam." O gümüşü də ev eşiklə bir yerdə aparmaq qərarına dünəndən gəlmişdi. Gümüş bu qapıda heç zaman sahibinin tumarını, sığalını görməmişdi. Əksinə, Almurad həmişə onu söymüşdü, acılamışdı, hətta vurmuşdu da. Amma indi Almurad birdən-birə onu sığallamaq istəyəndə it nəinki xoşallandı, əksinə geri çəkildi. Gümüş harada, haçan görmüşdü ki sahibinin tumarını? Almuradın yadına heç körpə uşaqlarını da oxşamaq düşmürdü. Əskərlikdən üstündə gətirdiyi ad hələ də adına NKVD deyilən dövlət idarəsində müzakirə olunurdu. Müharibə vaxtı fərarilik eləyən kiçik qardaşının məktubu hələ də Kamçatkadan gəlirdi. Müharibədən sonra dünyaya gələn uşaqları ilə bir yerdə əmisinin, qardaşlarının uşaqlarını da böyüdürdü. Çörək dərdi də çəkirdilər. "Mən bu işə biraz sevinirəm, a kişi." Sona soyunub yatağa girmək istəyən ərini o gecə bu sözlərlə diksindirdi. "Hansı işə? Köçürülməyimizə. Ürəkdən deyirsən?" "Ürəkdən deyirəm. Hər halda badalyanın əlindən canımızı qurtaracağıq." "Ağlım kəsmir Sona. Oranın da öz badalyanı var. Ola bilsin onun familiyası Badalyan deyil, İvanovdur. Amma nə fərqi var bunun? Hər halda fərqi olar." Arvadı ilə razılaşmadı. "Yox Sona" dedi. "Sən belə şeylərin fərqinə vara bilməzsən. Yaxşısı budur, başını qoy yat. Səhər tezdən duracaqsan." "Deyirsən yenə lavaş bişirim?" "Mütləq. Ola bilsin ki, bir ay yolda olduq." "Bir ay? Hə, bir ay. Yağ varsa biraz da halva çal." "Yağ yoxdur." Qanını qaraldan bu sözdən sonra da o yorğanını başına çəkdi. Yorğanı başına çəkməsə yuxulaya bilmirdi. Amma Sona bir xeyli onu yatmağa qoymadı. Balaşın qaçırıb gətirdiyi erməni qızı haqqında suallar verdi. Axırda da dedi ki, bu Ağçının bacısı qardaşı var. Almuradı da kövrəldən bu söz oldu və başa düşdü ki, arvadı hansı simə vurur. Qərarı aldı ki, səhər Sonanı kiçik Vediyə, qardaşları, bacıları ilə vidalaşmağa aparsın. Səhərə hələ çox qalırdı. "Çırağı keçir Sona." "Keçirim? Niyə? Bəlkə xodunu alım." "Yox, keçir, tamam keçir." Ona elə gəlirdi ki, onu yuxulamağa qoymayan çıraqdan süzülən solğun işıqdır. Səhər Sonanın bacıları, qardaşları özləri gəlib çıxdılar. Qardaşları balaca idi, nə qanırdılar ki? Elə bir bacıları evinə oynamağa gəlmişdilər. Bacılarının ikisi böyükdü. 16 yaşlı Qaragilə ər evi də görmüşdü və ərindən də ona görə ayrılmışdı ki,
başsız qalmış qardaş bacısına yiyə dursun. Elə bu əməlinə görə də Qaragilə Almuradın ürəyində özünə yer eləmişdi. Qardaş bacılarını başına yığıb böyük bacıları ilə vidalaşmağa gətirən Qaragilənin sən demə başqa bir məqsədi də varmış. Kömək elə, bizi də sizinlə bir yerdə köçürsünlər. O özünü Almurada tutub dedi. Onsuz da gec-tez bizi də köçürəcəklər. Köçürülmə söhbəti meydana çıxan gün belə bir şey Almuradın özünün də ağlına gəlmişdi. Və ona görə də tərəddüd etmədən məsləhətdir dedi. Bir yerdə köçürülməyimiz məsləhətdir. Almurad evdən çıxdı ki, Dəvəli stansiyasında təşkil olmuş köçürülmə komissiyasına baş çəksin və bu işi yoluna qoysun. Qaragilənin ümidinə qalmış bu ailənin təəssübünü o çəkməsə olmazdı. Bu onun özündən asılı değildi. Həyatdan çıxandan sonra yenidən evə qayıdıb baldızına dedi ki, gedib hazırlaşsınlar. Bu işin baş tutacağına nədənsə çox inanırdı. O səhərdə Almuradın gözlədiyi kimi dərzi Vartan yox, onun arvadı Nazdar peyda oldu. Sən demə, o da qızı Ərkinazı aparmağa gəlməyibmiş. Gəlibmiş Ərkinaza tərbiyə verməyə. O təmiz Azərbaycanca ucadan, bu evdən sənin meyidin çıxa bilər, özün yox, dedi və çıxıb getdi. Sonra məlum oldu ki, bu qız Azərbaycanca bir kəlmə də bilmir. O səhər Almurad evdən çıxdığına da peşmanladı. Kim qabağına çıxdısa Balaşır soruşurdu. Balaşın törətdiyi bu işin nəticəsi ilə maraqlanırdı. O da nə cavab versin? İstəyəndən çox istəməyən vardı. Sən demə, Almuradın arvadından da gizlətmək istədiyi bu xəbər bütün Vedibasara yayılıbmış. Vedibasarda birinci dəfə idi ki, belə hadisə baş verirdi. Cəmaatı da ən çox ağrıdan o idi ki, bu addımı müəllim atmışdı. Özü də köçürülmə ərəfəsində. Köçürülmənin səbəbini heç kəs anlaya bilmirdi. O gün köçürülmə komissiyasında da bunun səbəbi ilə maraqlanan çox idi. Tapşırığın belə olduğunu deyirdilər. Amma bir deyən yox idi ki, bu tapşırıq kimindir, nəyə görədir? Onu maraqlandıran sualın cavabını isə gəlib bu yerə də çıxmış Badalyan verdi. Kiçik Vedi hələlik köçürülmə siyahısında yoxdur. Vaxtı çatanda Kiçik Vedini də köçürəcəyik. Köçürülmə komissiyasının stansiya binasında yerləşdiyi qərargahda 30-a qədər kişi var idi. Hamısı da onun tanıdığı adamlar. Hamı da istəyirdi ki, qohum qardaşı ilə bir vaqona düşsün. Amma burada məlum oldu ki, köçürülmə komissiyası bu işi çoxdan həll eləyib. Vaqonlar ailələr arasında bölüşdürülüb. Və burada cəmaatın arzusu yox, ümumi prinsip deyilən şey nəzərə alınıb. Almurad ha fikirləşdisə, bu ümumi prinsip deyilən şeyin nə olduğunu anlaya bilmədi. Amma Molla Vəlinin oğlu Mirzə ilə bir vaqona düşdüyünü biləndə nə isə anladı. Molla Vəlinin oğlu Mirzədən kənddə hamı gün gəzməyə çalışırdı. Vaqon yoldaşının üçüncüsü Kefli Əvəz idi. Köçürülmə komissiyasının qərargahından təzə çıxmışdı ki, yolun başında Əvəzi gördü və istədi özünü görməzliyə vursun, ötüb keçsin. Amma Əvəz səntirliyə düz onun qabağına yeridi. Qucaqlayıb o üzündən, bu üzündən öpdü. Dərdin qadan alım, dedi. Əvəz qabağına çıxan kəndçilərin hamısını qucaqlayıb öpürdü. Ağına, bozuna, pisinə, yaxşısına, keçəlinə, xoralısına baxmadan qucaqlayıb bağrına basır hamıya, sənin qadan alım, dərdin alım deyirdi. Çox içmisən, ay Əvəz, dedi, çox içmisən. Belə gündə içərlər də, dedi Əvəz. Qadan alım, belə gündə içərlər də. Almurad Əvəzi müharibədən qabaq da yaxşı tanıyırdı. Sakit, güləriz bir oğlan idi. İçkiyə davadan qaydandan sonra qurşandı. Amma bir yandan baxanda içib kimə nə eləyirdi ki, yazıq. Olsa əl qolunu ölçə-ölçə ucadan şeir oxuyurdu. Köçürülmə komissiyasında Əvəzə demişdilər ki, sən qala da bilərsən. O da cavab vermişdi ki, bayquş deyil. Əvəz bayramdan bayrama müharibədən aldığı medalları taxanda döşündə iynə sancmağa yer qalmırdı. Üstəlik də yaralı qayıtmışdı müharibədən. Qara, meşin əlcək keçirdiyi sol əlini qoltuğundan çıxarmırdı heç. İkinci yarası, gözə görünməyən yarası ən çox içəndə təzələnirdi. Badalyandan da incimə. Badalyan kimdir ki? Olsa ilandı. Axı bu ilana zəhər verənlər var, anlayırsan? Yox. Almurad belə şeyləri anlamaq halında deyildi. Evə tələsirdi ki, baldızı Qaragiləyə köçürülmə komissiyasının qərarını yetirsin. Əl-ayağa düşməsinlər. Məşədi Paşaya çatdırsın ki, onların bir vaqonda getməsinə mane olublar. Düz bir ay içəcəyik. Vaqonda içməyə ayrı ləzzəti var.
Almurad əvəzin vaqonda da içəcəyini təsəvvür eləyəndə lap dilxor oldu. İçən adamdan lap gözünün işığı olsun zəhləsi gedirdi. Amma bununla belə yenə də ürəyində əvəzə qarşı bir rəğbət vardı. Özü də anlaya bilmirdi ki, bu nəyə görədir. Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır. Göz yumma günəşdən nə qədər nuru qaralsa, sönməz əbədi hər gecənin gündüzü vardır. Bu misraları əvəzin dilindən o özü də çox eşitmişdi. Amma bu bənd heç vaxt onu belə tutmamışdı. Qışqıra-qışqıra bu şeirin ardını oxuyan əvəzin üzünə baxa-baxa gözləri yaşardı. Hər rəng ilə haqsızlığı gördüm, bu mu qanun? Ən qəmi səfalətlərə düşdüm, bu mu dövlət? Dövlət isə qanunsa artıq yetər olsun. Artıq yetər olsun bu dəxi zülmü cəhalət. Əvəzə qulaq asma ağır olsa da xoş idi. Amma birdən-bir əvəz əlləri ilə gözünü qapıyıb hönkürəndə o da dözə bilmədi. Toy haçandı? Bu sualı ona verən çox olmuşdu. Hərəsinə bir cür cavab vermişdi. İndi isə söz tapa bilmirdi. Çünki bu sualı dilinə gətirənə, alyanaq fərmayla quruca cavab verməklə ürəyi soyuya bilməzdi. Axı bu sualın altında çox şey yatırdı. Axı bu sualı verən adamın gözləri bic-bic gülürdü. Amma özünü o yerə qoymadı. Toyu təzə yurtda eləyəcəyik dedi. Təzə yurtda? Alyanaq fərmayıl təəccüblə çiyinlərini çəkdi. Hə, təzə yurtda o dedi. Təzə yurtda balaşa bir toy eləyəcəyik ki, gəl görəsən. Və birdən-birə nə ağıl elədisə, fərmayılın yaxasından yapışdı. Nəfəsini kəsərəm dedi, küçük. Gedanqır tayını tap. O biraz aralanandan sonra fərmayıl dedi. Baxarsan, elə bu sözü eşidəndə ayaq saxlamadı. Yoluna davam etdi və fərmayıl ürəklənib dübarə dilləndi. Baxarsan. Alyanaq fərmayıl pəhləvan cüssəli bir oğlan olsa da, cəmaatın gözünü qələminin gücü ilə qırmışdı. Yazırdı. Qohum, ya, doğma, dəxli yox idi. Ustandı və həmkarı da Molla Vəlinin oğlu Mirzə idi. O Mirzə ki, Almurad da bir vaqona düşmüşdü. Sən demə, bu iki daşın arasında, bu müsibətin içində toy eləmək, divarı, daşları da ağlayan bu kəndə səs salmaq balaşın da ürəyindən keçirmiş. Zaman olsaydı, mən sən ayrı cür toy eləyərdim balaş dedi. Amma bu zaman o zaman deyil. O evlənəndə rəhmətli əmsi ona çox şey demişdi. Bir də onu demişdi ki, gələcəkdə övladlarının arasında naxələfi olsa təəccüblənməsin. Haçansa bizim nəslə cır bir nəslin qanı qarışıb və bu qan axa-axa gəlir. Bəlkə 100 il, 200 il axa-axa da gedəcək. Balaşın bu sonuncu əməli yenə onun yadına əmisinin sözünü salmışdı. Qatar gəlib, stansiyadadır. Bizi aparan qatar. Əvəzin günbatan çağı kəndə gətirdiyi bu xəbər elə bir qayıtçı idi. Onu doğma ocağa, doğma elə bağlayan axırıncı ümidləri də kəsdi. Bu xəbərdən sonra elə bir ev yasa düşmüşdü. Heç kəs xörəyini axıra qədər yemədi. Hətta xörəkdən sonra ortalığa gələn çərəzə də evin körpələrindən başqa əl uzadan olmadı. Çərəz deyəndə ki, bir ovuc kişmiş idi. Mis bir nimçədə qoyulmuşdu ortalığa. Hamı susurdu. Hamı gözləyirdi ki, ailənin başçısı danışsın. Otağa çökmüş bu sükutu, xüffəti o pozsun. O isə elə bir öz evinin qayda-qanunu da unutmuşdu ki, gərək o kimləsə zarafat eləyə, gərək o kimisə oxşaya, gərək o kiməsə xoş söz deyə. Elə birdən-birə ağlına gəldi ki, özgə yerdə deyil, həmişəki kimi öz evində, öz uşaqlarının arasındadır. Təzə kitab gətirmişəm. Bu sözü üzünü Yunisə tutandan sonra dedi və sırıqlısının cibindən nazik kitabça çıxartdı. Bəlkə oxuyaq, Bahadır və sona. Bu cəmaatın arasında kitab oxumaq müharibədən sonra dəbə düşmüşdü. Qış gecələrində hansı evin qapısını döysəydin, görərdin ki, bir ev, bir nəsil, bir çırağın başına yığışıb, biri ucadan oxuyur, qalanı da qulaq asır. İçərisində təndir olan evlərdə kitab oxuyana qulaq asmaq bir də ona görə maraqlı idi ki, hamı ayağını bir təndirə sallayırdı, hamı bir təndirin istisinə qızınırdı və hamı eyni dərəcədə heyranlıqla qulaq asırdı. Onların da evinin içində təndir var idi, amma çoxdan idi ki, evdə soba yandırırdılar. Təndir yox. Soyuq və uzun qış gecələrində səhərə kimi soyumayan, dibində qıpqırmızı köz olan təndirin yerini soba verə bilmirdi. Amma sobanın üstün cəhətləri vardı. Evi his basmırdı, divan, tavan qaralmırdı.
Yunis Bahadır və Sona kitabını onun əlindən alandan sonra bunu bir gecəyə oxumaq da olar dedi. Balacadır. Onda təndir də yandıraq. Almurad üzünü arvadına tutub dedi. Həm otaq qızınsın, həm də ayaqlarımızı sallayaq içinə. Uşaqların da kitabın üz qabığına baxmaq üçün can atdığını görən Almurad, onda təndiri də yandıraq. Üzünü Sonaya tutdu. Qoy bu körpələr də bu evdə təndirin yandığını görsünlər. Oğlu Cəlil 5, qızı Gülsüm 3 yaşındaydı. Cəlil ola bilsin ki, haçansa bu evdə təndir də yandırıldığını xatırlaya bilərdi. Gülsüm isə, yandıyaq Gülsüm dedi, təndiyi yandıyaq. Sona həmişə olduğu kimi yayın axırında qurduğu kərmə qalağını qənaətlə işlədirdi ki, qarşıdakı yazın axırına odun ocaq sarıdan korluq çəkməsinlər. Əlini qalağın bacasından içəri salıb 3-4 təzək götürəndən sonra bu qalağa üzünü söykədi. O bu günəcən qalağın gərməsinə qənaət etmişdi. O bu gün də ənənəsini pozmadı. Təndirin ağzından qalxan alovun işığında uşaqların gözləri parlayırdı. Təndirə elə baxırdılar ki, elə bil heç görməmişdilər. O isə dünyaya gözünü açandan evlərini beləcə görmüşdü. Hər axşam beləcə ocaq başına yığışmışdılar. 5 yaşlı Cəlilin, 3 yaşlı Gülsümün yuxusunu qaçırdan. Yəqin ki, Yunisin oxuduğu Bahadır və Sona romanı deyildi. Bu qəribə payız gecəsi idi. Onlar da ayaqlarını təndirə sallamışdılar. Yuxu hamıdan qabaq qardaşı oğlu Orucu apardı. Sonra da o biri uşaqları. Sonra o özü də deyəsən Bahadırla Sonanın məhəbbət macərasından bezdi və durun yataq dedi. Ardına poyuzda oxuyarıq. Bu təklif nə Sonanın ürəyindəndir, nə romanı oxuyan Yunisin. Amma hər ikisi dinməz söyləməz yerlərindən qalxdılar. Qəbirstanlığa uşaqları da ona görə aparmışdı ki, onları anasının, ona atalıq etmiş əmisinin, əmisi oğlu Həsənalının, atasının atası Oruc Məmmədin, Oruc Məmmədin atası Otmağının qəbrini tanısın. Otmağının başdaşındakı yazıları zaman hələ də itirə bilməmişdi. 32 il qabaq da onlar Arazı o taya keçib qürbətə üz tutmamışdan qabaq bu qəbirstanlığa elliklə baş çəkmişdilər. Elə indi də bu müqəddəs yerə çox adam gəlmişdi. Ölülərinizlə sağollaşın, Molla Süleyman dedi. Ölülərinizə Yasin oxudun. Bəlkə bir də görüşmədiniz. Dünya fanidir. Alınmadı. Özünə qalsa bu müqəddəs işi elə özü görərdi. Yasin oxumağı uşaqlıqdan bacarırdı. Amma yan yörəsinə baxdı və bu işi Molla Süleymana həvalə etdi. Və sonra o özü də ona doğma olan bu qəbillərə bəzi şeylər pıçıldadı. Əmsinin nişanəsi Yunisi isə bir şey vəsiyyət etdi. Məndən sonra bunların qəbilləri nişan verdi. Yiyəsi sənsən dedi. 32 il əvvəl bu kəndi tərk eləyib qürbətə üz tutanda o iki evin yükünü bir öküz arabasına yerləşdirmişdi. İndi isə yükü stansiyaya aparmaqdan ötürü azı 2 araba lazım idi. Son illər 3 çarpayı, 2 şkaf, bir masa, bir xeyli kətil almışdı. Üstündə uşaqların yatması üçün iri bir taxt düzətmişdi. Hələ payızdan yığıb samanlığa doldurduğu armudları da burada qoymayacaqdı ki, hər deyəndə qıyıb uşaqlara da vermirdi. Pulsuzluğun üzünü çox görmüşdü. Səhər tezdən köçürülmə komissiyasının yaydığı xəbər heç bir saat keçməmiş kəndi evbəev gəzdi. Məlum oldu ki, köçürülənlər üçün maşın ayrılıb və cəmaatı stansiyaya bu maşınla aparacaqlar. Əlbəttə, bu xəbərə sevinənlər də oldu. Növbəti xəbər isə adına Palturka deyilən yük maşınının sürücü Hovanes gətirdi. Sən demə, köçürülmə komissiyasında ona tapşırıblar ki, maşına yatacaqdan və qab-qacaqdan başqa heç nə yığmasın. Onsuz da artıq şeyi vaqona qoymayacaqlar. Köçürülənlər arasında yalnız yatacaqdan savayı heç nəyi olmayanlar da az deyildi. Almuradı isə fikir götürmüşdü. Üst-üstə yığılmış bağlamalara baxırdı və bilmirdi neyləsin. 2 vedrə su tutan su daşını palaza bükmüşdü ki, düşüb eləcə də sınmasın. O bu daşı necə qoyub gedə bilərdi? Gündə 4 vedrə göz yaşından duru su süzürdü. Bir də axı vedi daşından yonulmuşdu bu su süzən. Kirkirə də bu daş kimi gərəkli idi. Biləkli arvad bir gecəyə bu kirkirə ilə bir çuval taxılı un kimi üdərdi. Düzdür, onun arvadı o istəyən qədər də qollu biləkli deyildi. Amma müharibədən sonraki illərdə o da bu kirkirəni çox işlətmişdi. Dırmığı, kətməni, bir cüt, bir tək
təpcəkli beli, bostan arxı açmaqdan ötürü işlətdiyi mərkizi burada necə qoyub gedə bilərdi? O həyatını dırmıqsız, kətmənsiz, belsiz təsəvvür eləyə bilmirdi. Sobanın turbalarını sona özü bir yerə səliqə ilə yığıb sarımışdı. Bir cüt köhnə dirəyi də bir-birinə keçirmişdi. Soba lap təzə idi. Almurad onu keçən il düzəltdirmişdi. Üzü də qışa gedirdi. O bu sobanı burada necə qoya bilərdi? Adına taxta tuxta dediyi kətillərdən tutmuş taxta qədər hamısına heyfi gəlirdi. Bütün bunlar onu məcbur elədi ki, gedib araba axtarsın. Nədənsə ona elə gəldi ki, stansiya qabağında dura bilməzlər. Fikirləşdi ki, nə aparsa qənimətdir. Amma kəndin ayağından vurub başından çıxsa da nə arabaçı tapdı, nə araba. Hər yerdən əli üzüləndən sonra qərarı aldı ki, heç olmasa ən vacib şeyləri atın belində aparsın. Alapaçanın yəhərini ayrıca büküb bir tərəfə qoymuşdu. Amma yəhərə əl atanda ağlına gəldi ki, atı çullasa daha münasib olar. Çulun üstünə daha çox yük yığa bilər. Amma nə çul var idi, nə də bu çulu atın belinə bərkitmək üçün doğanaqlı örkən. Köməyinə qonşusu Hovasap çatdı. Eşşəyinin çulunu da, doğanaqlı örkənini də gətirib qoydu həyatın ortasına. İstəyirsən lap atımı da gətirim dedi. Hovasap 1946-cı ildə Böyük Vediyə İrandan köçüb gəlmişdi. Arvadı Nazdardan savayı Hovanes adında bir oğlu və 2 qızı vardı. Kiçik qızı Açul Vedidə doğulmuşdu. Bu ailə İrana niyə köçüb gəlmişdi, o bunun səbəbini bilmirdi. Amma bilirdi ki, Böyük Vedidə bu ac-yalavac ailənin havadarı kimdir. Bir də bilirdi ki, onları ona görə köçürüblər ki, İrandan, Turandan, Ərəb ölkələrinə axışıb gəlməkdə olan ermənilərə yer eləsinlər. Onun pəyəsini 46-cı ildə müvəqqəti olaraq alıb vermişlər Hovasapa. Ev tikənəcən içində yaşasınlar. Hovasap hələ də özünə ev tikməmişdi. Hələ də o pəyədə yaşayırdılar. Pəyənin qapısına, bacasına əl gəzdirməmişdilər. Amma içində bir təndir qurmuşdular ki, bu təndirin tüstüsündən nəinki tavan, hətta divarlar da qapqara qaralmışdı. Hovasap niyə bu pəyədən çıxmırdı, niyə özünə bir koma qaratmırdı, bunun da səbəbini bilmirdi. Amma bilirdi ki, adına NKVD deyilən idarənin rəisi Badalyan Hovasapı çox istəyir. Hər görüşəndən sonra Hovasapı soruşurdu. Hətta arabir onu tənbih eləyirdi ki, niyə sizin süfrəniz ayrıdır, niyə bir yerdə yeyib içmirsiniz? Ayda bir dəfə üzünə ülgüc vurmayan, yay-qış ayağı yalın dolanan Hovasap isə ona rast gəldi ilk erməni idi ki, işdən qorxurdu. Varı yoxu da İrandan gətirdiyi bir yabı idi ki, o da sahibinə çəkmişdi. Ona görə də Almurad, yox Hovasap, dedi, atın lazım deyil. Alapaçanın çullanandan sonraki görkəmi bütün uşaqları güldürdü. Onsuz da onların kefi kök idi. Zarafat deyil, maşınla, hələ sonra da qatarla yol gedəcəkdilər. Bu dünyada nə qatara minmişdilər, nə maşına. Su daşını xurcunun bir tayına yerləşdirdi. Kirkirəni o biri taya qoydu. Hovasapın oğlu Hovanes də köməyə gələndən sonra xurcunu qaldırıb atın belinə aşırdılar. Onun öz çəkisi, bəlkə də heç bu xurcundakı şeylərin çəkisindən az deyildi. O atın belinə qalxanda at az qalırdı qanadılansın. İndi Alaçapanın beli qatlandı. Gözləri böyüdü. Özü Alaçapanın cilovundan tutub çəkirdi. Əmsi oğlu Yunis arxadan gəlirdi. Fikrində tutmuşdu ki, yükü stansiyada Yunisin yanında qoyub qayıtsın. Yol adamla dolu idi. Hamısı da yüklü. Belində çarpayı, masa, kətil aparanlar da vardı. 3 pudluq su daşını özünə yük eləyənlər də. Belinə şkaf şölələyən kişini tanıyanda isə kövrəldi. Məşədi Paşa idi. Uzun illər Vedibasarda pəhləvanlıq eləmiş Məşədi Paşa. Yaşı 70-ə haqlamış köhnə kişi. Salamsız, kəlamsız, paşayımı, bəlkə kömək eləyim, dedi. Məşədi ayaq saxlamadan başını qaldırıb onun üzünə baxdı. Atı süzdü. Qoca elə bir tük basmış üzünü yumuşdu. Amma silməmişdi. Burnundan, boğazından tər süzülürdü. Bu ata niyə belə zülm eləyirsən, dedi. Görmürsən, beli qatlanır, əylənmə, tərpən. O Məşədini arxada qoyub keçsə də, fikri-zikri qocanın yanında qaldı. Məşədinin 3 oğlundan heç biri müharibədən qayıtmamışdı. Yenə özünü qınadı ki, niyə Məşədinin köməyinə getməyib, niyə ondan xəbər tutmayıb. Axı qoca tamam təkidir.
Sonsuz ölməmək üçün müharibədən sonra aldığı arvaddan olan uşaqları da hələ körpə idilər. Vedi dəvəli yoluna qarışqa kimi döşənmiş kişilərin arasında belinə bir şələ ot alıb aparan kefli əvəzi görəndən sonra onu bir dərd daldı. Vaqonda ata nə yedirəcək? Bəlkə elə doğrudan da bir ay yol getdilər. 2-3 illik ot biçib toplamışdı. Tamam köç külfəti ilə stansiyaya lövbər salan ailələr də vardı. Amma hələ vaqonların qapısını açmamışdılar. Bu cəmaatı belə tələsdirən nə idi görəsən? Bu sualı verməyə də adam tapmadı. Cəmaat bir-birinin üzünə də baxmaq istəmirdi. Elə bil hamı bir-birindən küsmüşdü. Bir dəstə oğlan uşağı dəmir yolunun kövhərində daş seçirdi. Elə daş seçirdilər ki, götürəcəkləri yerdə bu daşla qoz fındıq, ərik çəyirdəyi sındırsınlar. Elə daş seçirdilər ki, köçürəcəkləri yerin adamlarına daş deyilən şeyi möcüzə kimi göstərsinlər. Axı onları demişdilər ki, köçürüləcəyiniz yerdə daş yoxdur. Yunisi köçün yanına qoyub geriyə, atın belinə qaydırdı. Alapaça az qalırdı qanad açsın. Amma o atın başını buraxmağa qorxurdu. Axı ayaqları üzəngidə deyildi. Düzdür, o üzəngisiz, yəhərsiz ata çox minmişdi. Amma cavan vaxtı. İndi isə o yaş deyildi. Birdən-birə yadına düşdü ki, bu yolda Məşədi Paşa ilə bir də qarşılaşacaq. Atı yoldan çıxartdı, saldı kövşənliyə. Üstəlik də fikirləşdi ki, kəsə yol daha yaxşı. Sən demə, Zeynəb arvad da onun yolunu gözləyirmiş. Bəs mənim su daşımı stansiyaya aparmayacaqsan? Zeynəb arvad kal səslə soruşdu. O hələ Zeynəb arvadın bir sözünü iki eləməmişdi. Əvvəla od qonşusu idilər. İkincisi də Zeynəb arvad yaralı idi. Yeganə oğlu Musa əskərlikdən qayıtmamışdı. Aparacam Zeynəb xala dedi. Sənin də su daşını aparacam. Bu cavabdan sonra Zeynəb arvad arxayınlaşdı. Qoltuğundan əl içi boyda qəzet kağızı, boynundan asdığı tütün kisəsindən tütün çıxartdı. Nazik, uzun barmaqları ilə tütünü ovxaladı. Kağızın arasında səliqə ilə büküb damağına qoydu. İlk qullabdan öskürdü. Gözləri yaşardı və gözlərinin yaşını silə-silə tütün yaşdı dedi. Yaxşı qurutmayıblar. Müharibə illərində Böyük Vedidə müharibəyə oğul yola salan qadınların hamısı papiros çəkməyə başlamışdılar. Müharibə çoxdan qutarsa da papirosu tərgidən yox idi. Hətta oğlu sağ-salamat qayıdan analar da bu vərdişdən əl çəkmək istəmirdilər. Almurad, o dürgəhdən birini də mənə eş Zeynəb xala dedi. Müharibədən qayıdandan sonra papirosu ona elə Zeynəb arvad tərgitmişdi. Çox söylənmişdi, çox deyilmişdi. Axırda da demişdi ki, onların nəslindən papiros düşmür, canına yazığın gəlsin. Bu söz onun ağlına batmışdı. Əmisinin də haçansa belə bir söz dediyini xatırlamışdı. Yenə başlamısan çəkməyə? Zeynəb arvad soruşdu. Almurad, yox, başlamamışam dedi. Onda heç başlama. Amma o, indi dəli bir həvəslə papiros çəkmək istəyirdi. Ovucunu açıb Zeynəb arvada sarı uzatdı. Bura bir çimdik tütün tök dedi. Zeynəb arvadın dinməz söyləməz ovucuna tökdüyü tütünü bir neçə dəfə az gözlüklə iynəyəndən sonra tulladı. Axı onun heç papiros çəkməyə vaxtı da yox idi. Zeynəb arvad su daşını özü ilə xurcunun bir tayına yerləşdirəndən sonra ona dedi ki, stansiyada xurcunu yenə ehtiyatla qoysunlar. Böyük Vedidə müharibədən sonra oğulsuz qalmış anaların sayını o bilmirdi. Amma bilirdi ki, o anaların hamısının evində su daşı var. Hər dəfə stansiyada atın yükünü yerə qoyandan sonra dönüb ətrafa göz gəzdirirdi. Görsün ki, adamlar onun hərəkətinə necə baxırlar. Axı bilirdi ki, vaqona yatacaqdan və qab-qacaqdan başqa heç nə qoymayacaqlar. O isə bir ucdan daşıyıb tökürdü. Hələ bir at yükü ot da gətirmişdi. Günortadan sonra vaqonların qapısını açdılar. Kimin neçə nömrəli vaqona yığışmalı olduğunu bir daha bildirdilər və bu xəbərdarlıq da ona vadar elədi ki, bu dəfə Alapaçanı da Yunisin yanında qoyub kəndə piyada qayıtsın. Onları stansiyaya gətirəcək maşını evdə gözləsin. Divarlarından xalısı, gəbəsi çıxarılmış pəncərələrindən pərdələri açılmış, taxçaları boşalmış evin bu təzə görkəmi onu birdən-birə darıxdırdı. Bayra təzəcə çıxmışdı ki, Hovasap gəldi. Oğlu Hovanes də yanında. Hovanesin əlində üstünə qatıq çəkilmiş qara çörək vardı. Və bəlkə də ona görə yemirdi ki, bu evdəki körpələr çıxıb onun əlindəki bu qatıqlı çörəyi görsünlər. Görünüşündən yazıqlıq yağan Hovasap səsinə də bir qədər qəhər qataraq nə isə danışırdı.
Amma o hava sapın nə danışdığının fərqinə varmadan başqa şeylər barədə fikirləşirdi. Qulağın məndə olsun, hava sap birdən-birə onun sözünü ağzında qoydu. Qulağın məndə olsun, gör nə deyirəm. Hava sap soyuq baxışlarını onun üzünə zilləyərək ağzını açdı. Nə deyirsən? Almurad şəhadət barmağını evin arxasındakı armud ağaclarına sarı tuşladı. Bu ağacları sənə tapşırıram, hava sap dedi. Sənə tapşırıram. Sonra o, bu armud ağaclarını necə əkməsindən, necə böyütməsindən danışdı və onu inandırmağa çalışdı ki, bu ağacları yaxşı qulluq eləsə, ikinci ildə kasıbçılığın daşını bir yolluq atar. Bu armud ağaclarının üzün ömürlü olduğunu bilirdi və ona elə gəlirdi ki, haçansa bu yerə dönəndə bu armud ağaclarını mütləq yerində görəcək. Hava sap bayaqdan bəri onun təriflədiyi armud ağaclarına yox, evin lap qabağında, armud ağacının altında qoyulmuş taxta baxırdı. Sısqa yağış taxtı islatmışdı. Taxtın üstünə tökülmüş payız yarpaqları işim-işim işıldayırdı. Axırı ki, onun bayaqdan bəri gözlədiyi maşın gəlib çıxdı. Sürücünün yanında Molla Vəlinin oğlu Mirzənin arvadı iki körpəsi ilə oturmuşdu. Mirzənin özü, birinci arvadından olan bir cüt oğlu, kefli əvəz və qızları kuzova yığılmış Mirmitlin xalça palazın üstünə döşənmişdilər. Kabinədən sürücü kuzovdan kefli əvəz düşdü. Tez eləyin biraz, sürücü dedi, tez eləyin. Taxıl çuvallarından olan armud dolu yeşikləri də maşına yükləməyə başlayanda sürücü üzünü bozartdı. Amma heç nə demədi. Mirmitli isə bu yeşiklərin üstünə tulladılar. Ara, bəs bu taxt aparmırsan? Cani dildən ona kömək edən hava sap birdən-birə dilləndi. Amma onun da cavabını gözləmədən kefli əvəz dedi. Hazır dedi. Bizi dolamısan? Bilmirsən ki, belə şeylər aparmağa qoymurlar. Nədənsə hava sap özü də güldü. Hava sapın böyrünü kəstirmiş Hovanes də, qızı Axçul da. Uşaqlar evdən çıxan kimi maşına sarı cumdular. Nə qanırdılar ki? Ağılları nə kəsirdi ki? Tək maşına minsinlər, yol getsinlər. Qardaş oğlu oruca qıymasa da, öz oğlu Cəlli də, qızı Gülsümü də çəkib maşından araladı. Astadan, ev eşiklə sağollaşın dedi. Bir də bu ev eşiyi görməyəcəksiniz. Elə bu sözdən sonra uşaqlar çiy kərpicdən tikilmiş bu evə baxa-baxa ağladılar. Ona da elə bu lazım idi. O istəyirdi ki, uşaqlar bu evdən belə çıxsınlar. Niyə bunların ürəyini belə yaralayırsan, Sona soruşdu. Bu yara lazımdır, Sona, bu yara lazımdır. Sən lap daşa dönürsən get-gedə. Görəsən doğrudanmı Sona uşaqları yaralamasının səbəbini bilmir? Hava sapın böyrünü kəstirmiş 6 yaşlı qızı Axçulun da iri qara gözlərində yaş gördü. Onun ayaqları yalın, daraq görməyən başı açıqdı. Sısqa yağış nimdaş donu islahatdan çıxarmışdı. Amma nədənsə bu qız uşağı getmirdi. Maşının üstünə yığılmış uşaqlara həsədlə baxırdı. Bu uşaqların arasında Axçulun taytuşu Cəlil idi. Onun oğlu Cəlil. Sürücü kabinaya keçib onları bir də tələsdirəndə ağlına da gəlmədi ki, Sonanı hələ bir xeyli axtarmalı olacaq. Arvadı üzünü evin divarlarını o qədər sürtmüşdü ki, üzünün bir qat dərisi getmişdi. Ərini başının üstündə dayandığını görəndə də yerindən tərpənmədi. Xəyalı onu 32 il əvvəl apardı. O zaman da bu yurdu tərk eləyə məcbur qalanda Mina xanım ana üzünü bu evin divarına sürtmüşdü. Üzünün bir qart dərisi gedənə qədər sürtmüşdü. Dur gedək Sona, dedi. Camaat bizi gözləyir. Sonanı maşına mindirəndən sonra gümüşü də qucağına alıb kuzova qaldırdı. Sürücü bu köhnə palturkanı çətinliklə işə saldı. Əl çarxı onu o qədər yormuşdu ki, tərini silə-silə kabinaya keçəndən sonra bir xeyli nəfəsini dərdi. Yağış isə get-gedə güclənirdi. Amma bu yağış nə hava sapın eyninə idi, nə yağışdan bürüşüb durmuş qızı Açulun. Açulun gözləri yaşla dolmuşdu. Maşın tərpənmişdi, gedirdi və o hələ də gözlərini bu qız uşağının yaşla dolu gözlərindən çəkə bilmirdi. Birdən-birə hava sap maşının arxasınca qışqıra-qışqıra qaçmağa başladı. Nə isə deyirdi, amma onu anlamaq mümkün deyildi. Əl eləyirdi ki, maşını əyləsinlər. Maşını əyləmək bəyəm onun əlində idimi? Almurad kabinənin başını bir neçə dəfə şapalaqlasa da, sürücü bu səsdən səksənib ona hay versə də,
Arxada qaça-qaça gələn Hovasapı maşının aynasından görsə də başını saxlamadı. Əksinə, sürəti biraz da artırdı. Görəsən nə demək istəyirdi Hovasap? Sona bu sualı yol boyu bir neçə dəfə özünə verdi. Maşının kuzovunda bir yerə cəm olan uşaqlar isə sevinirdilər. İslanmasınlar deyə Sona onların üstünə bir çadır da atandan sonra başladılar səs-səsə verib oxumağa. Üşüdüm, ay üşüdüm, dağdan alma daşıdım, almacığı aldılar, məni quyuya saldılar, dərin quyu 5 keçi. Hanı bunun erkəci? Deyə sözünü Gülsümün dilindən əvəzin kiçik qızı aldı. Ərkəc qaya başında, əl elədim gəlməli, çiyid verdim yemədi, çiyid qazanda qaynar, qəmbər qucaqda oynar, qəmbər getdi oduna, qarğı batdı buduna, qarğı deyil, qamışdı, deyə sözü əvəzin kiçik qızının dilindən onun oğlu Cəlil aldı. 5 barmağım gümüşdü, gümüşü verdim tata, tat mənə darı verdi. Darını səpdim quşa, quş mənə qanad verdi. Qanadlandım uçmağa, haqq qapısını açmağa. Haqq qapısı nədir bala? Bu sualla səs-səsə vermiş uşaqların səsini kefli əvəz kəsdi. Sonra uşaqlar bir-birinin üzünə baxa-baxa gülüşdülər. Maşın gedirdi, yağış güclənirdi. Və hələ ki dəvəli stansiyası görünmürdü. Hələ ki onun gözünə bir ovuc darını, bir ovuc gümüşə dəyişən bir tat, bir ovuc darını quşa səpən bir adam görünürdü. O adam quşun verdiyi qanadları çiyinlərinə taxırdı ki uçsun, haqq qapısını açsın. Qardaşı oğlu Oruc da özündən 3-4 yaş kiçik uşaqlar kimi hələ də gülürdü. Barmağını kəssəydin xəbəri olmazdı. Xasiyyəti belə idi. Hər halda bu uşağın gülməsinə o çox sevinirdi. 10 yaşlı bu uşaq anasını əbədi itirmişdi. Uzaq Sibirdən məktubu gələn atasını isə hələ görməmişdi. Bir çətinlik də heyvanları vaqonları mindirəndə ortaya çıxdı. Düzdür, yarlı yasaqlı əskərlər də, milisionerlər də onlara kömək eləyirdilər. Amma nə olsun, yarım tonluq camışı vaqona necə qaldırasan? Tez tələsik taxta nərdivanlar qayırdılar. Amma eni vurtut 2 qarışdan çox olmayan bu tillərin üstünə 4 ayaqlı heyvanı çıxarmaq asan iş idimi? Taxtanın üstünə itələyib salan kimi heyvanın gözü çıxırdı kəlləsinə. Bu taxta nərdivanın üstündən büdrəyib yıxılan heyvan da lap üzə dururdu. Vur öldür, ayağını o taxtanın üstünə basmırdı. Camaat vaqonlara minəndə də tələsirdilər. Vaqonların qapısı ağzında bir-birini itələyənlər də var idi. Onları vətəndən aparan, bəlkə də əbədi aparan bu qatara da birinci minmək istəyirdilər. İş o yerə gəlib çatdı ki, köçürülmə komissiyasının sədri rus dilində kobud bir söyüş söydü. Bu cəmaatın çoxsu rus dilini bilməsə də bu söyüşün mənasını bilirdi. Hətta Şumal Əhmədin oğlu Umud Ucadan, "Dədə, qoy gedim ona bir şillə çəkim" dedi. Köçürülmə komissiyasının sədri onsuz da tıncıxırdı. Əlindəki qamçını havada yelləyə-yelləyə, pozuq Azərbaycan dilində tez olun, qatar sizi gözləməyəcək, qatarın qrafiki var deyə qatarın o başına bu başına qaçırdı. Alapaçanı vaqona mindirəndə də cəmatın başına oyun açdı. Az qalmışdı qaçsın, yüyəni biləyinə dolaşmış sahibini də bir xeyli yerlə sürüdü və axırı məcbur oldular ki, onu da yerə yıxsınlar. Ayaqlarını bir-birinə bağlayıb vaqona qaldırsınlar. Vaqonun içində ayaqlarının çıdarını açandan sonra at bir xeyli yerindən tərpənmədi. Hər şeyə, hər yerə qorxu ilə baxırdı və anlayırdı ki, daha torpaq üstündə deyil. Toyuq cücənin qışqırtısından, mal heyvanın, qoyun quzunun mələrtisindən, it pişiyin cingiltisindən, oğul uşağın səs-küyündən qulaq tutulurdu. Xısın-xısın ağlaşanlar isə yalnız qadınlardı. Yəqin ki, əllərindən bir iş gəlsəydi, bu onların yadına düşməzdi. Onlar oğul uşaqla, qız gəlinlə bir yerdə vaqonları hələ bağlanmamış qapısından Dəvəli stansiyasının açıq meydançasına baxırdılar. Burada isə sanki tamaşa göstərilirdi. Bu tamaşaya baxa-baxa ağlayanlar da vardı, gülənlər də. Zeynəb arvad da meydanın ortasında idi və köçürülmə komissiyasının sədrini yaxalamışdı. Soruşur ki, sabah oğlu Musa davadan qayıdıb gəlsə, onu necə tapacaq bəs? Amma komissiyanın sədrinə heç nə qandıra bilmirdi. Almuradın gözləri öz kökündən olan adamları axtarırdı. İstəyirdi görsün əmsi oğlu Balaş hansı vaqondadır, neynir? Dərzi vartan qızını yola salmağa gəlib, amma meydanın ortasına çıxmağa da utanırdı.
Hamı soruşurdu ki, Vartanın qızını aparırsınızmı? O da necə desin ki, onu Balaş bilər? Necə desin ki, Balaş onunla hesablaşmır daha? Arvadı isə gözünün yaşını axıdırdı. Hələ onun bacıları, qardaşları da gəlib çıxmamışdılar. Niyə ağlayırsan ay Suna bacı? Kefli əvəz dedi. Eldən gələn vay da toy bayramdı. Bugün bu sözü elə hamı bir-birinə deyirdi. Sanki cəmaət bir-birinə bundan başqa deməyə söz tapmırdı. Amma o istəyirdi ki, uşaqları da ağlasın. Amma vaqona minəndən sonra onların kefi lap kökəlmişdi. Üz versəydin, bəlkə də çırtıq çalıb oynayardılar. Birinci dəfə idi ki, vaqona minirdilər, qatar görürdülər, stansiyanı dövrəyə almış milisionerlərə, yarlı yasaqlı əskərlərə tamaşa edirdilər. Bu stansiyada əsl tamaşa isə gözlənilmədən başladı. Stansiyanın perronunda peyda olan bir dəstə zurnaçıdan birini, zurnaçı Vazgeni tanıdı. Müharibədən qabaqda, müharibədən sonra da böyük vedidə elə bir toy düyün olmazdı ki, Vazgensiz keçsin. Amma bu çalçağır nədən ötürü idi anlaya bilmədi. Hər halda belə çıxırdı ki, onları elə çala-çala, oynaya-oynaya köçürürlər bu yerdən. Qara zurnanın səsi adamı 7 yerdən dəlib keçirdi. Köçürülmə komissiyasının sədri də əlindəki qamçını havada yelliyə-yelliyə cəmaatı oynamağa çağırırdı. Sanki toy idi. O da bu toyun toy başçısı. Kim oynayardı ki belə gündə? Bu zurnaların səsi adamı 7 yerdən dəlib keçirdi. Bu zurnaların səsi onun da yarasına köz bastı. Ölmədik, bu günü də gördük, ay Almurad, kefli əvəz dedi, ölmədik. Toy bayramdır ay cəmaat, kimsə dəli kimi qışqırdı. Eldən gedən vay toy bayramdır. Axı bunun nəyi toy bayramı idi? Belə də toy bayramı olardı mı? Sıska yağış isə ara vermədən yağırdı. Köçürülmə stansiyasının sədri kommunistləri ad-baad çağıranda, bu kommunistlər tərəddüd eləmədən vaqonlardan düşüb ortaya çıxanda, bu zurnaçıların qabağında qollarını qaldırıb oynamağa başlayanda, o min şükür elədi ki, nə yaxşı ki, hələ ona partbiletini verməyiblər. Kommunistləri ortadan çıxmağa qoymurdular. Çünki onlardan savayı oynayan yox idi. Onlar da çiyinləri əsə-əsə, bir-birinin üzünə baxa-baxa oynayırdılar. Amma buna oynamaq demək olmazdı. Bu kommunistlərin çoxu müharibə illərində arxa cəbhədə qalan yaşlı, ahıl kişilərdir və şübhə eləmirdi ki, onlar da arxa cəbhədə az əziyyət çəkməyiblər. Hər halda Vedinin dərdi səri o kişilərin çiynində olub. Müharibə illərində Vedini o kişilərin kölgəsi qorumuşdu. A почему женщины не танцуют? Yarlı yasaqlı əskərlərin başında gəlmiş zabitin gülə-gülə dediyi bu sözü çox ciddi bir xəbər kimi qəbul edən köçürülmə komissiyasının sədri arvadları ortaya çıxarmaq üçün vaqonlara sarı cumdu. Amma bunun bir xeyri olmadı. Hələ ki, böyük vedidə partiyanın üzvü olan Zənən Xeylağı yox idi. Adıma bir partbilet yazıb verin, mən də oynayım. Dəli xoş qədəm ucadan dedi və üzünü komissiyanın sədrinə tutub əlavə elədi. Oynamayan lap itin qızıdır. Açıq-saçıq danışığına görə Xoşqədəmə dəli deyirdilər. Amma bu dəli hələ 10 il qabaq cəbhəyə yola saldığı ərinin yolunu gözləyirdi. Özünün 3 uşağı ilə bir yerdə ərinin birinci arvadından olan qızını da böyüdürdü. Sonra 10-12 yaşlı 3-4 oğlan uşağı da ortaya çıxdı ki, bu uşaqlar da o kommunistlərin uşaqları, nəvələri idilər və sidq ürəkdən oynayanlar da bu uşaqlar idi. Sonanın bir nigaranlığı da bacı qardaşları sarıdandı. Onları yola salmağa gəlməmişdilər. Ərinə də bu barədə nə desin? Almurad özü də kənardan stansiyaya axışan adamların arasında qohum qardaşını axtarırdı. Fikrində tutmuşdu ki, bu ayrılıq anında Qaragiləyə bəzi məsləhətlər də verər. Qəfildən Hovasapı görəndə gözlərinə inanmadı. Bu Hovasap deyilmi? Arvadından soruşdu. Hovasapdır, Sona dedi. Hovasapdır. Hovasap nə bu zurnaçılara baxırdı, nə də bu zurnaçıların qabağında oynayan islanmış kommunistlərə. Heç ona da fikir verən yox idi. Elə bil onu pallı paltarlı suya basıb çıxarmışdılar. Sola, sağa, arxaya boylanırdı. Hiss olunurdu ki, kimisə axtarır. Şalvarının balaqları tamam palçığa batmışdı. Hiss olunurdu ki, qaça-qaça gəlib. Hovasap! Yalnız öz adını Almuradın dilindən eşidəndən sonra Hovasapın gözləri güldü. Alınmadı. Elə qucaqlamışdı ki, elə bil 1 saat qabaq ayrılmamışdılar. Nədir ay Hovasap, nə deyirsən? Hovasapı özündən aralamaq istədi. Hovasap isə elə bir dili ağzı olmayan bir köpək idi. Sahibinə nəsə çox vacib bir şeyə yetirməyə çalışırdı. Dildən görək ay Hovasap, utanma.
Hər halda o Hovasapın nəyə gəldiyini başa düşdü. Onu da başa düşdü ki, Hovasap bu səbəbi sözə çevirə bilmir. Elə ən maraqlısı bu idi. Amma Hovasap bəzi şeyləri ona qandırdı. Onu inandırdı ki, o da burada kök salmayacaq, qayıdacaq. Ona izah elədi ki, bugün bunları buradan köçürən sabah da bizi köçürəcək. O ağlına da gətirməzdi ki, Hovasapın ağlına belə şeylər də gələ bilər. Sizi köçürtməzlər, Hovasap dedi. Sizi köçürməzlər, fikir eləmə. Sən də yeri, səni tanıyanlarla vidalaş, sənə baxırlar. Hovasap bu sözdən sonra ondan aralansa da heç kimə yanaşmadı. Bir qırağa çəkilib stansiyanın perronunda oynayanlara, bu oyunları qızışdıran zurnaçılara tamaşa eləməyə başladı. Nəfəslərini dərmək, bir hovur dincəlmək üçün zurnaçıları stansiyanın aşxanasına aparsalar da, stansiyanın perronu seyrəlsə də, köçürülmə təntənəsi başqa şəkildə davam eləyirdi. Köçürülmə komissiyasının sədri köçürülənlər adından danışmaq üçün sözü Molla Vəlinoğlu Mirzəyə verəndən sonra Mirzənin partiyaya necə sədaqətli əskər olduğunu, müharibədə neçə medal aldığını qeyd elədi. Sən demə, qohum qonşudan danos yazmaqdan adsan qazanmış bu Mirzə, bu sədaqətli partiya əskəri heç üzündən əməlli başlı oxuya da bilmirmiş. Bu çıxışdan da məlum oldu ki, çıxışçı partiyaya, hökumətə, köçürülmə komissiyasına cəmaatın adından öz dərin minnətdarlığını bildirir ki, onları belə təntənə ilə yola salırlar və onlar bu təntənəni ömürləri boyu unutmayacaqlar. Daha 3 kommunistin bu sayaq çıxışından sonra köçürülmə komissiyasının sədri soruşdu ki, bəlkə yenə söz demək istəyən var. O anacan Almuradın ağlına da gəlməzdi ki, bu təntənədə o da çıxış edər. Axı o heç vaxt izdiham qabağında söz deməmişdi. Birdən-birə irəli yeridi. Məktəb uşağı kimi əlini qaldırdı. Mən çıxış eləmək istəyirəm, dedi. Sısqa yağış kişilərin də çoxunu vadar eləmişdi ki, perrondan çəkilsinlər, vaqona çıxsınlar və təntənəyə qız gəlin kimi vaqonun qapısından tamaşa etsinlər. Köçürülmə komissiyasının sədri ona söz verməmişdən qabaq onun şəxsiyyəti ilə də maraqlandı və məlum olandan sonra o partiyaçı deyil, bir qədər fikrə gedəndən sonra danış, dedi. Almuradın yığıncaqda çıxış elədiyini birdən kim görmüşdü ki? Hamı heyrətlə ona baxırdı. O isə haraya baxdığını özü də bilmirdi. Amma demək istəyirdi ki, ay cəmaat, bizi 32 il bundan qabaq da buradan zorla köçürdülər. Amma 2 il sonra qayıtdıq, birliyimizin gücünə qayıtdıq, yenə də qayıdacağıq. Ola bilər ki, 2 ildən sonra yox, amma 200 ildən sonra da olsa qayıdacağıq. Bu sözləri necə dilinə gətirdi, necə söylədi bilmədi. Amma arxadan ona var səslə halal olsun deyən adamın Məşədi Paşa olduğunu bildi. Bir də onu bildi ki, köçürülmə komissiyasının sədri əlini yuxarı qaldırmasaydı, alqışlar qəfildən kəsilməzdi. Sonra söz demək istəyən Kefli Əvəzə də söz vermədilər. Amma Əvəzin qabağında kim dura bilərdi ki? Özü cəmaatın qabağına çıxdı. Həmişə Kefli vaxtında bu cəmaata oxuduğu şeiri bu dəfə ayıq başla oxudu. Zülmün topu var, gülləsi var, qələsi var. Haqqın da bükülməz qolu dönməz üzü vardır. Göy umma günəşdən nə qədər nuru qaralsa, sönməz əbədi, hər gecənin gündüzü vardır. Vaxtilə atan kimsəyə minnətini edərdi. Yox qalmadı haşa sənə zillət bədərindən. Dünyada şərəfdir yaşadan milləti fərdi. Silkin bu zəlalət tozu uçsun üzərindən. İnsanlığı paslı edən alçaqlığı yıx əz. Billah yaşamaq yerdə sürüklənməyə dəyməz. Hər rəng ilə haqsızlığı gördüm, bu mu qanun? Ən qəmi səfalətlərə düşdün, bu mu dövlət? Dövlətsə də, qanunsa da artıq yetər olsun. Artıq yetər olsun bu dəxi zülmü cəhalət. Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol. Yəqin ki, zurnaçılar dəstəsi yenidən perronda peyda olmasaydılar, səs-səsə verilən zurnaçıların səsi ilə Əvəzin səsini batırmasaydılar, bu şeirin ardını da beləcə var səsi ilə ürəkdən oxuyacaqdı. Köçürülmə komissiyasının sədri yenidən kommunistləri meydana çağırdı. Əl çalın, ay cəmaat, əl çalın. Bu dəfə zurnaçı Vazgen zurnasını ağzından çıxarıb özü bu sözü dedi. Əl çalın. Köçürülmə komissiyasının sədrinin böyründən çəkilməyən milisioner birdən-birə Hovasapı da çəkdi ortalığa və qulağına nə pıçıldadısa,
Hovasap da başladı bu qoca kommunistlər kimi ağır-ağır oynamağa. Hovasapın yerişi, duruşu da gülməli idi. O ki qaldı oynamağı. Almuradın bir gözü gülürdü, o biri gözü ağlayırdı. Sən demə, o şanlı köçürülmə təntənəsi qatarın bir fit səsinə bəndimiş. İlk dəfə qatar səsini belə yaxından eşidənlərin gözləri dörd oldu. Zurnaçıların zurnaları ağzında qaldı. Maşinist isə görünür nədənsə bu fitə ara vermək istəmirdi. Stansiyanın perronunda oynamaqdan yorulmuş, bezmiş kommunistləri də, bu oynayanlara sonradan qoşulmuş Hovasapı da bu fit səsi xilas elədi. Yoxsa hələ kim bilir nə qədər ovurtları şişmiş bu zurnaçıların qabağında atılıb düşəcəkdilər. Cəmaət bir-birinə aman vermədən vaqonların açıq qapısına sarı cumdular. Elə bir yerdə qalmaqdan qorxurdular. Köçürülmə komissiyasının sədri isə hər vaqonun qarşısında ayaq saxlayırdı. Vaqonla gedənləri sayırdı və əlindəki siyahıya baxa-baxa onları ad-ba-ad çağırırdı. Sizə yaxşı yol deyirdi və bundan sonra yaraqlı əskərlər vaqonun qapısını bağlayıb bərkidirdilər. Onların vaqonunun qapısını əskərlər eyni qayda ilə bağlayandan sonra köçürülmə komissiyasının sədri ağzını qapıya dayayıb ucadan 200 ildən sonra görüşərik dedi. 200 ildən sonra. Mütləq görüşərik. Almurad da bu sözün altında qalmadı. Amma anladı ki, perrondakı o çıxışa görə haçansa başı ağrıyacaq. Amma yenə də öz əməlindən razı idi. Nə yaxşı o çıxış eləmişdi. O sözləri demişdi. İçəri qaranlıq çökmüşdü. Bu yük vaqonunun damına yaxın pəncərə yerindən isə içəri azacıq işıq süzülürdü və bu işıqda onun gözlərinin yaşını görə bilməzdilər. Paravozun növbəti fitindən sonra bu 30 vaqonluq yük qatarı qəfil bir ləngərlə yerindən tərpəndi və xeyli ağır-ağır getdi. Bu paravoz bir kəndi çəkib aparırdı. Hara aparırdı? Bunu paravozun maşını heç kimə söyləməmişdi. Uşaqlar, elə o özü də bir ona əmin idilər ki, bənd olacaqları yerdə daş deyilən şey yoxdur. Mir mitillə, xalça palazla 3 yerə bölünmüş vaqon qaranlıq idi. Amma o, bu qaranlıqda yavaş-yavaş ətrafdakı şeyləri görməyə başladı. Bir də pal-paltar yığılmış fərməşlərə göz gəzdirdi. Arpa, buğda, dolu çuvalları saydı və birdən hanı gümüş dedi. Heç kimdən səs gəlmədi. Yunislə Oruz bir-birinin üzünə baxdılar. Yunis, "Vallah onu vaqona özüm mindirmişdim" dedi. "Vallah buradaydı." Qəribə idi. Gümüşü o özü bu vaqona mindirmişdi. Özü öz əlləri ilə. Bəs bu nə iş idi? Necə gözdən yayınmışdı? Necə vaqondan düşmüşdü? Heyf gümüşdən dedi. Heyf. Belə bir gündə, demək olar ki, hər şeyin itirildiyi bir gündə, onun bir itə hevslənməsi əmisi oğlu Yunisə də, qardaşı oğlu Oruca da, arvadı Sonaya da qəribə gəlirdi. O gümüşün haqqında bu evdə heç kimə danışmamışdı. Yəqin ki, buna vaxt da olmamışdı. 32 il əvvəl Arazı Otaya keçib qürbətə üz tutanda və elə köçün birinci günü xaraba qalmış Gültəpə kəndindən çıxanda o kənddən bir it aparmışdı. Onları yoldan eləmiş iti çölün düzündə qoymağa ürəyi gəlməmişdi. Gümüş həmin itin nəslindən idi. 32 il idi ki, o itin nəslini kəsilməyə qoymurdu. Hər şey yadında idi. Qarşılarına çıxan boş, viranə qalmış kəndlərdə, ocaq yerləri qaralmış qışlaqlarda, yovşanı dizə çıxan yastı yapalaq təpələri aşandan sonra görülən dərələrdə, tünd qırmızıya çalan qayalıqlarda. Kim bilir, hələ yazın hansı ayındasa qurumuş çayın çınqıllı yatağı da, çayın yatağı ilə uzanan yolda. Bu yola çıxandan sonra Abbasqulu bəyin köçü əyləməsi də, əli silah tutanları başına cəmləməsi də, onlara verdiyi tapşırıq da. Kənardan baxan elə bilərdi ki, heç bu köçdə əli silah tutan adam yoxdur. Ağsaqqalın tapşırığından sonra silahlıların bir bölüyü irəli keçmişdi, bir bölüyü arxada qalmışdı, bir bölüyü də yolun sağındakı qayalıqlara dırmaşmışdı. Qayaların arası ilə uzanan yol yenidən düzənliyə çıxandan sonra Abbasqulu bəy boynundan asdığı durbini gözünə tutmuşdu. Qarşıya, sonra da sağa sola çevirmişdi. Atını onunla yanaşı sürən Məşədi Paşaya demişdi ki, hələ çox getməliyik, heç nə görünmür, hər yan bombozdur.